Əgər bu görüntünü görüb, bu nə möhtəşəm şorbadır belə, düşünürsünüzsə, deməli doğru ünvandasınız. Bu gün sizə elə bir toyuq şorbası göstərəcəm ki, bir kasadan sonra ikincini istəməmək mümkün olmayacaq. Gəlin vaxt itirmədən keçək bişirməyə. Başlayaq. İlk olaraq soğanı, kökü, kartofu və pomidoru videoda gördüyünüz kimi doğrayırıq. Qazanı ocağa qoyub içinə kərə yağı və duru yağ əlavə edirik. Doğradığımız tərəvəzləri qazana tökürük və üzərinə 1 çay qaşığı duz, sarı kök, istiot səpirik. Sonra üzəri bağlanana qədər qaynar su əlavə edib qapağını örtürük. Su qaynara düşəndə 2 ədəd ət bulyonunu üyüdüb əlavə edirik. Tərəvəzlər yumşalanda isə onları tam həll olana qədər blenderləyirik. İndi isə əsas qəhrəman. Öncədən qaynadıb diddiyimiz toyuq filesini əlavə edirik və 15 dəqiqədə bişməyə buraxırıq. Ən sonda isə xırda doğranmış cəfərini əlavə edirik və şorbamız artıq hazırdır. Çox rahat, çox sadə və inan mənə, dadı evin içini isidəcək. Əgər təqdimatımız xoşunuza gəldisə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İndilik, hələlik. Salamat qalın.